Hər vaxtınız xeyir olsun. Sosial şəbəkələrə baxırsan, müharibənin seyrinə baxırsan ki, nə tər gedir, gedişat nə cürdür. Bu ağılsız, savadsız müsəlman hələ də ayılmır da, başa düşmür. Deməli, 14-15 min kilometr ərazisi var İsrailin. Dünyaya bunlar raket satırlar, raket sənayesi satırlar, müdafiə sənayesi sistemləri var, silahlar var. Bizim də məscidlərdə şiyyənin qüdrəti, sünnünün qüdrəti ölü nəyə? Nə bilim, adam içindən partlayır, yanır. Ümumiyyətlə görürsən ki, dünyada heç bir məzhəbə dövlət vermək olmaz. Din adamlarına dövlət vermək olmaz. Bunun bir daha təsdiqini tapırsan. O oradan durur, xəlifəni söyür, Öməri söyür, Əbu Bəkiri söyür, Osmanı söyür. Bu buradan durur, İmam Hüseyni qaralayır, İmam Əlini qaralayır. Bunları görürsüz axır nətər olur. Bunlar hələ də ayılmırlar. Niyə görə biz Avropadan geriyik? Geridə qalmalıyıq, qardaş. Sən Avropada bu çəkişmələri eləyə bilmərsən. Sən Amerikada katolik, pravoslav çəkişmələri eləyə bilmərsən. Anglikan, protestan bu çəkişmələri eləyə bilmərsən. Çünki qanun var, dövlət var, nəzarət var. Bizim də məscidlərdə, hələ dövlət idarələrində də, idarəçiliklərdə də, bu Türkiyədə də var. Biraz indi üzümüzü ağardan Türkiyədir. Çünki orada media var, fərqli millətlər var, tolerantlıq üst səviyyədədir, yaxşı səviyyədədir. Amma bu geri qalmış təfəkkürlər, geri qalmış başlar, bu Azərbaycandır, İrandır, Qırğızistan, Özbəkistan, bu kimi ölkələrdə hələ də bu söhbətlər gedir. Şiyə bunu elədi, sünni bunu elədi. Bax, sən bu boş-boş çəkişmələrlə bu günə qaldığıya görə, yəni məscidləri də elə zay elədiyinizə görə, məscidləri də qeybət yuvasına döndərdiyinizə görə bu gün başımıza belə bombalar yağır. Yağmalıdır da. Dünya güc dünyasıdır. Qardaş, güclü ol, vurmasınlar. Dünya, bəli, demokratiya var. Demokratiya Avropanın hər yerində var. Amma Avropanın içində demokratiya çox güclüdür öz vətəndaşlarına qarşı. Amma başqa millətlərə qarşı öz vətəndaşına